Deməli, həqiqətən də görürsən ki, qədim Quranlarda, həmçinin də ki, dünyaya yayılmış bütün Quran tərcümələrində Qiyamət surəsi və hafızların da beynində vardır ayətlər və çevrilərkən Qiyamət surəsində Allah bildirir, Əstəğfirullah, biz insanların barmaq uclarına qədər belə düzənləməyə qadirik. Görürsən ki, Allah orada bu qədər bədən üzvü demir, barmaq ucu deyir və görürsən ki, bunu əsrlər qabaq Allah bilir və yeni elmdə bilirlər ki, barmaq uçları bütün insanlıqda yəni ayrıdır. Yəni belə bir detal Allah bildirir. İkinci diriliklə bağlı, qiyamətlə bağlı və birinci dünyaya gələndə alimlər bunu bildirirlər. Həmçində Allah təsəvvür indi milyarlarla insan yaradıb dünyada da, yəni 10 milyarda yaxın, 8 milyard insan yaşayırsa, indiyə qədər 13,8 milyar ərzində yer üzərinə təsəvvür ki, katrilyonlarla insanlar gəlib danışan, düşünən, görən, eşidən və bu qədər Allah beyinlər yaradıbsa, niyə katrilyonlar insan içində Allah bir peyğəmbər seçməsin və 124 mini seçməsin ki?